İnandırım seni. Maşallah, maşallah olsun. Maşallah gözlenmesin. Sağ ol. Evli koyan gündən. Adetdən bura. Aha. Hara gəlirəm, divarlarına sən çəkir. Elə də olmalıdır. Elə bir Elə deputat seçirlər. Qaqa, elə də Amma olmalı. konsertin vaxtını görəndə, dedim yox, sızdır. Hə. Ala. Nə də? Buna bax. Ay. Sözü çəkər, ay kişi. Ne olursun? Ne olur lan? Gel bro. Ne oldu ki? Gel bro. Hadi niye kopattın? Hadi gel bro. Hadi niye kopattın bu? Hadi gözden zaten değdin bir de. Alo. Aha. Özür istəyirəm, zəng gəlir. Ha ya Kreml da ya rядом. Aha. А ты где? На меня видишь что ли? Kimdir? Да, я тебя видел. Baxın. Привет. Bu Yanındaki тоже salam привет делай. Ben de kalam oğlum, kalam oğlum. Artık balkonlardan da balkonlardan da Canım, geçecek. tanıyorlar. Artıq biz ünsiyyətdə də belə deyərdik ki, həm incəsənət baxımından, həm bu muzika baxımından, yəni ki, buradakı cəmaatda demək olar ki, Şənin müəllimin bütün disklərini, albomlarını mənimsəyiblər. Necə, nə mənada mənimsəyiblər? Yəni ki, burada bəzi qara qüvvələr var ki, həmini istəməyənlər var ki, misal üçün albom çıxır satışa, bu gedir pul verir, hamısını alır ki, paxıllıqda hamısını alır ki, licbi bu, başqa da misal üçün adam var 500 dənə albom alır. Adam var 1000 dənə albom alır, hə. Deməli, bu Kremlin çox qəribə tarixçəsi var, bunu heç kim bilmir. Yəni ilk dəfə olaraq de onu. Ekskluzif olarak Kremlin tarihçesi Bozbaş Pixels ve Atri magazindir. Diqqətlə qulaq asın. Deməli, şappıldak. Deməli, bu Kremlin çox gözəl, çox maraqlı tarixçəsi var. Əslində Kreml adı, əslində Kreml adı hardandır? Əmələ gəlib. Deməli, bu gördüyünüz kimi bu hasarların dal tərəfində, orada əvvəl Krem 21-in zavodu yerləşir. Krem 21-in zavodu, onda tanış Şamaxı uşaqları var, onlar işlədiblər. Kim? Kəlbəli Cabbar. Biz onu niye tanımırıq? Sən Allah. O qardaşdır. Kəlbəli Cabbar gil əvvəl oranı işlədiblər. Ondan sonra bu zavod dağılandan sonra oranın adını dəyişiblər. Yəni ki, Krem 21-in şərəfinə qoyublar Krem. Sənin operatorun yaman gülür, mənə baxıb gülür, nəsə elir mənə. Yox, aç. Sənin əlimdə olacaq. Sevincindən o yazıq. Gəlib Kremlini mi görmüşdü? Yox, eləmədim, yox. Ay, səhərdən mən bazardan tutmuş bura kimi qımışır bu insan. Güləmizdir. Söndür işığı gözümə düşür. Qadan alaram sənin, mən belə şeylər eləməm. Sən də biraz alaldan çəkləmə görmürsən bu. O tərəfə gedir. Dəhşətdir, nəysə. Şəmi, ay, qoyacam lobunun dibindən indi bu dəqiqə. Yaxşı dənə, eləmə dənə. Millət dənə, qardaşıq, indi sən durub xalan oğlunun yanında gələn oğlanı durub indi qoyarsan. Qurban olasan bax. Qurban olasan mən, sənə görə yaxşı dənə deyib. Deyəlirsən, ha sən uzay. Yoxsa olmaz, sən mənim xalam oğlusan. Bu məndən gəlib, dənə lazımdır. Deyəsən, bəsləşdirmə, dənə get, buy. Get araldım dur çəkdən, nə olur da görsən yervinin adamdır. Neçə ildir Moskvanı yaradır burada, sən də gəlib burada zad edirsən. Bura Sentralni Vustavochni zaldır. Oranı da çək, hə? Nədir? Oranı da çək. Sentralni Vustavochni zal. Bura şeydir, avtovağzaldır, yəni Azərbaycan dilində tərcüməsi nədir? Bura deməli, bu balıq çonkalar zatlar olan, oranın elə bir zavodudur, fabrikadır. Konserva zat buraxırlar buna.
Maşallah hamı səndən salamlaşır, hamı tanıyır. Vallahi Situatsiyalar fəxrimizsən. olur ki, sağ ol, çox sağ ol. Yəni ki, xalq içinə çıxırsan, bir sadəlik eləyirsən, cəmaət içinə çıxırsan, gəlirlər Şəmi müəllim, dayki avtoqraf və yaxud Bayhoy. da burada podpeşet eləyin ki, yəni ki, Uca podpis olsun. Avropaya çıxmısan da bir Ya, sürü. artıq Moskva, Hə. eləcə də Kreml, buranı Ой, Здравствуйте. Bunlar kimdir? Мы ваши поклонники. Ne Мы diyor вас bu? слушаем. deyir rus dilində. Вы можете нам дать автограф? Что? Nə deyir bu? Автограф можете? Hə, avtoqraf. Avtomobilini istəyir. Hə, gözlə, elə bayaq ondan danışırdı. Hə ondan Обожаю qolunu его istəyirlər. песни Hə, nətər dedi. Вообще. Hə, maşallah. Əziz taşımaçılar, bax xalam oğludur ha. Xalam oğludur ha, bax diqqətlə baxın. Qolunu verir, o Amerikada zadda olur, çəkir. О, Спасибо, Güzel. Самый, да. Yaşa. Diskini de alıp kulak asırsınız mı arada? Tok, hə? Hə. İbrahim Tatlıses. Hə, Kakoy İbrahim Tatlıses. Hə, çıxın gedin hə buradan. Hə, Nə deyir o? Hə, İbrahimdən səs salıblar. mənə. İbrahim'in qohumlarından Hə, deyir. İbrahim Tatlıseslə səs salıblar. Gəl bura. Olmadı da mən də sevindim ki mənim xalam oğlu. Qonunu qaratma, adamla səhv düşər. Hə, onu pozarsan. Hə, onu pozarsan. Hə, montajda kəsəcəyik. Hə, onu pozarsan. Hadi montajda sünnət edəcəyik. Şuna Bilirsən bilirsən. arasından başda. Hə. Avtograflar alırlar eləyirlər. İbrahim Tatlıses'e kimi? Onu söyləyirsən. Əvvəlki orada düzəldək ki, indi nəsə də. Bax, ha, bax, keçən dəfə də biabır elədim mən. Hə, mənim səndən nə işim var? Xalam oğlu, mənim qohumum. Хорошо. Hə. Gedək orada toçkan var. Gedək oradan bir şeydən də alaq. Nə? Zahamata bayılır. Padarısını mı? Padarka verməyə. Hə. Qaqa, o bayaq dediyim o Kreml 21-də bu köhnə fabriki bax oradaydı, orada yerləşirdi. Bu boyda hamısı. Hə, ondan sonra dəyişdilər Lenin qəbrini qoydular ora. Hə, maşallah böyük ha. Hə, çox böyükdür, çox böyük. Fabrikada bizimkilər baxır. Hə, zavod işlədənlər öz uşaqlarımız olub. Yəni o vaxt indi də düzdür həmin yerə bu Çalvaldan sənədə Cabbar gibi baxırlar. Maşallah hamısı Azərbaycanlılar. Hə, öz uşaqlarımızdır. Sağ olsunlar, öz zemlyaklarımızdır. Çox gözəl. Ruslar demişkən svayı. Danış Vay. görün nə ilə dolanırsan. Ey sən burada nə tər baş çəkirsən bu boyda böyük şəhərdə. Qaqa, siftə gələndə bir balaca hardasa büdrədim burada. Tanımadığım adamlar, tanımadığım atmosfer. Dili adı bilirdin. Hə, хорошо, пока, до свиданиyadan başqa heç zat bilmirdim. Sağ olsunlar, uşaqlar öyrətdilər. Burada əsas gələndə, yəni ki, özümü təqdim elədim ki, mən toy müğənnisiyəm. Yəni ki, mən nəinki toy, banketlərdir, bu zatlardır, nişanlardır. Yəni ki, həmin mərasimlərdə mən oxuya bilərəm. Elə təzə gələndə hardasa bir 3 ay, 4 ay burada əsasən rusların kiçik toylarında iştirak elədim mən. Daha sonra isə Nə toylarında? bu rusların da bu Deyib özünüz ya verir bu Rusların kiçik. hə, sözdür dana deyirəm, onu kəsərsən oradan. Kəs, hə. We're going to Bombay. We're going to Bombay. Deməli bu toylardan biraz dolanışıq oldu. Daha sonra isə artıq böyük toylara mən öz qədəmlərimi qoydum.